Allah subhanahu ve teala insana belli bir ömür verib. İnsan istəsə də, istəməsə də o mütləq qocalır. Təbii ki, Allah ömür yazıbsa. Və qocalığın elə bir çağına çatır ki, artıq onun ən aciz dövrü olur. Ondan sonra o əcəli gözləyir. İstəsə də, istəməsə də bu baş verir. Artıq deyir, əcəlin o yolunu gözləyir ki, onu aparsın. Quran-ı Kərimdə Allah Teala bildirir ki, Həc surəsində: "Ya eyyuhan-nas in kuntum fi raybin minel-ba'thi fe inna xalaqnakum min turab." Ey insanlar, əgər siz öldükdən sonra dirilişə şübhə edirsinizsə, bilin ki, biz sizi torpaqdan yaratmışıq. Yəni insanın yaradılışı torpaqdandır və mütləq də insan torpağa dəfn olunur və sonra Allahın izni ilə insanlar qiyamət günü mütləq dirilişi baş verəcəkdir. Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlər." Bircə dəhşətli səs qopan kimi onların hamısı huzurumuza gətiriləcəklər.